Kişilərdə tükənmə sindromu nədir? Cinsi həvəs azalır, enerji çatmır, heç nə sevindirmir, özünü işləyən, amma boş bateriya kimi hiss eləyirlər kişilər. Bu vəziyyət tibbdə çox vaxt tükənmə vəziyyəti kimi qiymətləndirilir. Tükənmə birdən-birə yaranmır. Aylarla davam edən məsuliyyət, maddi gərginlik, iş stresi, yuxusuzluq və s. fonunda baş verir. Əlamətlər adətən belə başlayır. Səhər çətin oyanma, günorta enerjinin düşməsi, motivasiya itkisi, özünə inamın azalması, əvvəl zövq aldığımız şeylərdən artıq zövq almama. Çox kişi bunu psixoloji hesab eləyir, əslində isə həm də bioloji prosesdir. Uzun müddətli gərginlik sinir sistemini yorur, hormon balansını pozur və testosteron siqnallarını zəiflədir. Buna görə də belə vəziyyətdə yalnız qısa təsirli vasitələr yox, orqanizmi ümumi dəstəkləyən yanaşma daha doğru olur. Bu problemi yaşayan kişilərə Premium Nutrispermini tövsiyə edirəm. Tərkibində ginseng, maka kökü, mauro palma və epimedium kimi bitkilər var. Qida əlavəsidir, dərman vasitəsi deyil. Bu bitkilər bədəndə enerji istehsalını artırmağa, stresə adaptasiyanı gücləndirməyə və psixoloji gərginliyi azaltmağa kömək eləyir. Premium Nutrisperminin üstün cəhətlərindən biri də odur ki, yalnız mexaniki təsir göstərmir. Digər o cinsi həvəsi artıran dərmanlar kimi. Yəni qısa müddətlik effekt yaratmaqdan çox bədənin öz hormon balansını dəstəkləyir və yavaş-yavaş cinsi istəkdə qaydasına düşür. Tərkibində vitamin və mineralların olması da bədənə ümumi dəstək verir, vəziyyəti daha da yaxşılaşdırır, enerjini artırır. Yenə də deyirəm, dərman vasitəsi deyil, qida əlavəsidir. Nutrico.az saytından və əksər apteklərdən əldə eləmək mümkündür. Eyni zamanda bir market və Volt mobil tətbiqləri üzərindən də sifariş verə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.